Salam dostlar, hər vaxtınız xeyirli olsun. Deməli, bugün 19 iyun 2026-cı il. Bəzi arı ailələrimizdə, baxın bu cür mağazin 145 mm-lik çərçivələrlə artıq üstün möhürlənmiş bal var. Bunları da tez-tez məndən soruşurlar ki, götürmək olar, olmaz. Baxın dostlar, bu arı ailəsində baxın bu cürdə çərçivələr var. Baxın bir tərəfi boş, bir tərəfi dolu. Bu cür dolu çərçivədə var. İndi arının gücü nə qədər çatıbsa, nektar nə qədər olubsa may ayında, yəni yağışlar imkan vermədi. Mənim rəhmətlik dayım var idi. Onun bir gözəl sözü vardı, deyir, bala, bugün sənə şor verdilər, o şoru alasan. Deməyəsən istəmirəm, sabah yağ verərlər, yağ alar. Əgər orada möhürlənibsə bal, onu nə üçün saxlayırsan? Onu götür, yenə də onun yerinə ya süzülmüş şanları qaytar qoy, ya başqa çərçivələr qoy. Əgər gəlir olarsa, arı işləyəcək. Yox olmazsa, sən burada bir şey itirmirsən ki, nağdı qoyub, nisyanın dalınca niyə gedirsən? Bu var, bu tam möhürlənir. Da bunu biz burada niyə saxlayaq ki, bunu da möhürləsin, sonra götürək. Yəni burada baxın bir balaca üstü möhürlənməyib, bunu da bir 2 günə möhürləyəcəklər, bunu da götürərik. Bax bir tərəfi tamam möhürlənib, burada bir balaca boşluqlar var.